şagirdlər, mən bu günləri sizlərlə bir yerdə dərs izah edəcəm. Mən Elvin müəllim. Bugünkü dərsimiz xəritələrdə təsvir vasitəsidir. Xəritələrdə təsvir vasitəsi nə deməkdir? Hər hansı bir məlumatı biz insanlara, digər şəxslərə təsvir kimi, olduğu kimi təsvir etmək üçün müəyyən üsullardan istifadə etməliyik. Məsələn, tutaq ki, Əli adında bir şagird gəlir ki, bəs müəllim, mən dağda belə bir yol gördüm, belə elədim, belə keçdim, filan yolu gördüm, filan xəritəni gördüm, daha doğrusu qalanı gördüm, filan şey elədim. Bax, artıq o fikrindəkini təsvir kimi bizə danışdı. Amma biz onu xəritədə və ya bir kağızda təsvir eləsək, artıq nə qədər bir ərazi haqqında məlumat əldə etdiyimizi hələ öyrənə bilərik. Ona görə də gəlin mən sizlərdən xəritədə təsvir üsullarından danışım. Xəritədə 3 tür təsvir üsulu var. 1. Xəritə sxem, 2. Kartoqram, 3 də kartodiaqram. Uşaqlar, xəritə sxem nədir? Xəritə sxemdə məlumatlar əyani və anlaşılan, sadələşdirilmiş, ümumiləşdirilmiş şərti işarələrin təsvirinə xəritə sxem deyirlər. Uşaqlar, bax, incəki kimi, Əli dediyim kimi, Əli əgər tutaq ki, Bakıya gedib, Bakının bizə təsvirini bu üsulla verirsə, olduğu kimi, artıq biz Bakının içəri şəhərini görmədən və biz artıq oradakı təsəvvürü beynimizdə yaratmış olduq. Yəni, bir ərazi haqqında məlumat verəndə onu əyani, anlaşılan, sadələşdirilmiş verirsə, buna nə deyirik? Xəritə sxem. İkinci gəlir kartoqram üsul. Uşaqlar, kartoqram nədir? Ərazi daxilində dəyişməni vizual əks etdirən təsvirdir. Nə deməkdir? Baxın, bizə tutaq ki, mənim olduğum, anadan olduğum kənd, yaşadığım bir kənd, Çaparlı haqqında Çaparlı xəritəsini deyək ki, veririk. Bax, burada Çaparlı kəndini deyək ki, əkin sahəsini verir. Bu əkin sahəsinə baxmaqla, tutaq ki, bura taxıl olduğunu bildin. Bu ərazinin tutaq ki, yonca olduğunu bildin. Bu ərazinin isə tutaq ki, arpa olduğunu bildin. Görürsən, bir əraziyə baxmaqla burada olan məlumatları vizual şəkildə görə bilirsən. Kartodiaqram üsulu nədir uşaqlar? Kartodiaqram üsul coğrafiya xəritəsi ilə diaqramın nə idi? Birləşməsidir. Baxın, gəlin mən sizə tam göstərim. Bax, bir dənə tutaq ki, bax, diaqramla verilən bir məlumatdır. Görürsünüz uşaqlar, Qusar rayonunu bir baxmaqla bilirsən ki, burada nə çoxdur? Yeyinti ilə yüngül. Nə yoxdur? Maşın qayırma. Nədən bildiniz? Çünki artıq bildiniz ki, bu sarı rəng xətt olan yeyinti ifadə edir, göy rəng isə yüngülü, digər rəng isə maşın qayırmanı. Yəni, coğrafiya ilə diaqramın birləşməsi bizə məlumat verirsə, buna deyirlər kartodiaqram. Bundan başqa xəritədə digər təsvir üsulları da var uşaqlar. Bunlar hansılardır? Bunlar deməli izoxətlər üsuludur, bir keyfiyyət fonudur, areal üsuludur, nöqtələr üsuludur və hərəkət xətləri üsuludur. Gəlin mən sizlərdən birinci izoxətlər üsulunu. Deməli, izoxətlər nədir? Hər hansı hadisə və prosesləri xarakterizə edirsə, buna izoxətlər üsulu deyirlər. Bu izobarlar, izogeytlər və s. Bu nə deməkdir? Uşaqlar, məsələn, izoterimdə eyni temperatura malik olan nöqtələr birləşir. Məsələn, A şəhərində də 20 dərəcədir, B şəhərində də 20 dərəcədir, C şəhərində də 20 dərəcədir. Bunları birləşdirdik. Oldu nə? Tutaq ki, bax, burada 20 dərəcələri birləşdirdin. İndi D şəhərində 10'dur, A şəhərində 10'dur, C şəhərində də 10'dur. Görürsən, onları da birləşdirdik. Bu nə deməkdir? Uşaqlar, eyni hadisə və prosesləri xarakterizə edirsə, buna deyirlər nə? Areal üsul deyirlər. Sonra, uşaqlar, üzr istəyirəm, izoxətlər üsulu deyirlər. Keyfiyyət fonu nədir? Bir ərazini fərqləndirmək üçün müəyyən rəng çalarlarından istifadə ediriksə, bunu areal üsulu deyirlər. Məsələn, uşaqlar, gəlin belə bir şey deyək. Şəmkiri dağ, tutaq ki, bu şəmkiridir. Bu hissəsi dağdır, bu hissəsi düzənlikdir, bu hissəsi tutaq ki, ovalıqdır.
Fərqləndirmək üçün bax birinci hissəyə tutaq ki, tünd qəhvə, ikinciyə açıq, üçüncüyə sarı rəng verir. Biz bu rəng çalarlarla bilirik ki, bura dağdır, bura orta, yüksəklikdir, burada ovalıqdır misal üçün. Yəni rəng çalarlarla ərazini fərqləndiririk. Areal üsulu nədir uşaqlar? Bitki və heyvanların yayılma arealını göstərən sahəyə deyirlər areal üsulu. Burada məsələn tutaq ki, bax burada ayı var. Burada canavar var. Burada çaqqal var. Burada tülkü var. Bunların yayılma arealını göstərən. Burada da görürsən bitkilərin yayılma arealı müəyyən rənglərlə verilir. Buna deyirlər areal üsulu. Şöyle nöqtələr üsulunda isə bu görürsünüz burada nöqtələr var. Baxın bir dənə. Nöqtələr üsulu bu görürsünüz burada nöqtə çoxdursa, deməli burada nə var? Əhali burada çoxdur. Amma bura baxın. Bu ərazidə əhali yoxdur. Bizə də nədir? Yəni bir nöqtələri verməklə əhalinin təsviri verilirsə buna areal üsulu deyilir. Hərəkət xəttləri də obyekt və hərəkətlərin istiqamətini, cəryanların, çayların axın istiqamətini göstərir. Kartoqrafik proyeksiya və təhriflər dərsi. Uşaqlar, təhrif nədir, proyeksiya nədir? Gəlin hələ bir başdan bir dərsin formatına baxaq. Uşaqlar, deməli, əgər bax bu meridianlar, bu da paralellər. Bunlar birləşərək dərəcə toru əmələ gətirirsə, amma qlobusda paralel və meridianlar birləşərək dərəcə toru əmələ gətirirsə, buna deyirik coğrafi şəbəkə. Yəni qlobusda paralel və meridianlar birləşərək belə deyək şəbəkə əmələ gətirirsə buna coğrafi şəbəkə deyirik. Yox, xəritədə meridian və paralellər birləşərək əmələ gətirdiyi şəbəkə isə nə deyirik? Kartoqrafik şəbəkə deyirik. İndi uşaqlar bax yer necə şəkildədir? Kürə, düzdürmü? Bax yer kürə şəklindədir. Biz yerin kürə şəklindən belə düz şəkilə keçirdəndə itkilər əmələ gəlir. Yəni nə xətalar, yəni nə təhriflər əmələ gəlir. Yəni qlobusdan olduğu kimi düz əraziyə köçürmək olmaz. Nə cür nə eləyirsən elə, neynəmir? Alınmır. Qlobusdan düzə keçirəndə əmələ gələn itkiyə nə dedik? Təhrif. Uşaqlar, təhriflər neçə cür olur? Təhrif 4 cür olur. 1. Forma, 2. Uzunluq, 3. Sahə, 4. Bucaq. Təhrif neçə cür oldu? 4 cür. Forma, uzunluq, sahə, bir də nə? Bucaq. Uşaqlar, yadınızda saxlayın. Görürsünüz, kürə şəklindən düzə keçirəndə forma etdimi? Etdi. Deməli, təhrif oldu mu? Uşaqlar, kürə şəklindən düzə keçəndə uzunluq etdimi? Etdi. Deməli, təhrif olur. Burada bir boşluqlar yaranır. Sahə etdimi? Etdi. Bu şəkildə 360 dərəcədən düz şəkilə 180 dərəcəyə keçəndə bucaq etdimi? Etdi. Deməli, təhrif buna görə yaranır. Buradan bu formata keçəndə təhrif yaranır. İndi yadınızda saxlayın. Təhrif. Uşaqlar, bütün xəritələrdə təhrif olur. Amma forma, uzunluq hamısında həmişə olur. Və təhrifdən yaxa qurtarmaq olurmu? Xeyr. Amma bunu azaltmaq olar. Nəyin köməyindən? Proyeksiyanın köməyindən. Proyeksiyalar neçə cür olur uşaqlar? 3 cür. Bərabər bucaqlı proyeksiya, bərabər sahəli proyeksiya, bir də nə? İxtiyari proyeksiya. Bərabər bucaqlı proyeksiya nədir uşaqlar? Bərabər bucaqlı proyeksiyada bax bucağı tutaq ki 360 dərəcəni maksimum şəkildə itkisini az eləyirlər. Yəni istiqamətlə bucağı demək olar ki təhrif etmirlər. Bərabər bucaqlı proyeksiyada deməli bucaqla istiqamət demək olar ki olmur. Amma sahə ilə məsafə tam olur. Ona görə də bərabər bucaqlı proyeksiyadan dənizdə və aviasiyada istifadə olunur. Harada istifadə olunur? Dənizdə və aviasiyada.
Deməli, bərabər bucaqlı proyeksiyada istiqamət və bucaq tərifi olur. Amma tərif olur, amma tərifin azaldırlar, qismən eləyirlər. Demək olar ki, olmur da, belə deyək. Bu ən çox harda istifadə olunur? Dəniz və aviasiyada. Niyə? Çünki dəniz və aviasiyada bucaq mütləq lazımdır. Sonra keçirik nə? Bərabər sahəli proyeksiya. Bərabər sahəli proyeksiyada uşaqlar sahəni çox az, lakin bucaq məsafə və formanın tamamilə tərif edirlər. Bunu ən çox materik və okeanların sahələrini hesablamaq üçün istifadə edirlər. Deqal ilə Peterson proyeksiyası bax buna misaldır. Bərabər sahəli proyeksiyada sahəni tərifi olmur. Yəni az olur, amma minimuma indirilir. Niyə? Çünki materik və okeanların sahəsini hesablamaq üçün. İxtiyari proyeksiyada həm sahə, həm bucaq tərifi olur, amma minimuma indirilir. Bu ən çox harda istifadə olunur? Bərabər ən çox tədrisdə istifadə olunur. Uşaqlar, həndəsi fiquruna görə proyeksiyalar 4 yerə bölünür. İncə kartoqrafik proyeksiyalara görə böldük. İndi isə həndəsi fiquruna görə bölürük. 1. Silindrik, 2. Konus, 3. Azimutal, 4 də nə? Çox üzlü. Deməli, silindrik proyeksiya nədir? Deməli, qlobusu şəffaf belə bir silindrin içinə saldıq. Görürsünüz, baş hissəsindən ayaq hissəsi dəymir. Orta nöqtəsi dəydiyinə görə təhrif az olur. Yəni, silindrik proyeksiyada hara dəyir? Ekvator boyu ərazilər silindrin içinə dəydiyinə görə bu hissədə burada təhrif 0 olur. Görürsünüz, 0 təhrif olur. Amma burada ayaqla başa dəymədiyinə görə burada təhrif çox olur. Yəni, silindrik proyeksiyada ekvator boyu ərazilərə toxunduğuna görə burada təhrif 0 olur. Silindrik proyeksiyada dünya xəritələri, həmçinin ekvator boyu ərazilərdə istifadə olunur. Paralellə meridian bir-biri ilə düz bucaq altında kəskin xətt şəklində təsvir olunur. Sonra gəlir nə? Sonra uşaqlar konus proyeksiyası. Konus proyeksiyası nədir? Deməli, qlobusun üzərinə belə bir konus yerləşdirilir və konus proyeksiyasında şimal və cənub ərazilərdə konusa dəydiyinə görə təhrif 0 olur. Yəni, konus proyeksiyasında 47 və 62 şimalı enliklərində təhrif 0 olur. Ona görə konus proyeksiyası qütb ətrafı və mülayim enliklərdə tərtib olunur. Burada da paralellər qövsü var. Meridianlar da bir mərkəzdən çıxan radius şəklində təsvir olunur. Sonra gəlir uşaqlar, azimutal proyeksiya nədir? Azimutal proyeksiyada belə bir səth çəkilir, belə bir qlobusun dəydiyi yerdə təhrif 0 olur. Görürsünüz, dəydiyi yerdə təhrif 0 olur. Azimutal proyeksiyada həndəsi müstəvidən istifadə olunur. Toxunma nöqtəsində təhrif 0 olur. Ən çox da Antarktida və Şimal Buzlu Okeanda istifadə olunur. Burada paralellər çevrələr, meridianlar isə bir mərkəzdən çıxan radius şəklində təsvir olunur. Çox üzlü proyeksiya nədir uşaqlar? Burada proyeksiyaları artıq nələrə bölürük? Çoxlu üzlərə bölürük. Bu ən çox topoqrafik xəritələrin tərtibində istifadə olunur. Azərbaycan xəritələrdə bərabər bucaqlı konus və çox üzlü proyeksiyada istifadə olunur. Sonra uşaqlar, burada da paletka məsələsidir. İnşallah paletka məsələsini də izah eləyərik.